Buraxılış imtahanı 35-ci sualın izahı. Hansı nümunədə xitab söz birləşməsi ilə ifadə olunub? Xitabımız söz birləşməsi ilə ifadə olunmalıdır. Niyə məyulsan? Dağlar qızı. Burada dağlar qızına xitab eləyir. Yəni, dağlar qızına müraciət eləyir. Bəli, xitab var. Xitabımız da ifadə olunmuşdur. İkinci növ təyini söz birləşməsi ilə, yəni ismi birləşmə ilə ifadə olunmuşdur. Doğru cavab variantımız elə A variantıdır. B variantına baxsaq, ay yoldaş. Əvvəlcədən məlumat vermək lazım idi. Burada yoldaşa xitab eləyir. Ay burada, belə deyək, nidadır və bu söz birləşməsi sayılmır. B deyil, şairdir. Görünür düz ilqarı var. Burada isə xitab yoxdur. Görünürə görə hər iki tərəfdən vergül işarəsi qoyulmuşdur. Böyük oğlum, kiçik qızım dərs əlaçısıdırlar. Bu isə həmcins üzvlərdir, sadalanır. Xitab deyil, oğula və yaxud da qıza xitab etmir ki burada. Əzizim, sirdaşım, köməyim sənsən. Əzizim, sirdaşım, köməyim sənsən. Yenə də burada müraciət yoxdur. Deməli, sadalama var. Cavabımız A variantı oldu.